Gəlir bir nəfər, görür İmam Həsəni məsciddə, deyir, bu nə yaxşı şəxsiyyətli adamdır. Deyirlər ki, Əlinin oğlu Həsəndir. Bu da Şamdan gəlib. Deyir, Əlinin oğludur bu, mənə fürsət düşüb gedim ürəyimi boşaldım. Gəlir, dayanır İmam Həsənin müqabilində, nə qədər deyir, söymək mümkün idisə Həzrət Əlini söyür. İmam Həsəni söyür. Ağa dayanır, baxır ona, o söyüşünü qutarır, dinləyir onu. Təhqirini qutarır, ürəyini boşaldır. İmam Həsən deyir ki, elə bil ki, bu şəhərdə qəribsən. Yəqin Şamlılardansan. Deyir, hardan bildin? Deyir, Şamlıların bizə münasibəti pisdir. Amma sən bu şəhərdə qürbətdəsən, heç kəsi tanımırsan, gərək mən sənə qulluq eləyim. Gedək evimizdə qal, səni qonaq eləyim, sənə xidmət eləyim. Əlindən tutur aparsın evə. Deyir, o qədər xəcalət çəkdim ki, az qaldı yer aralansın, yerin içinə girim mən xəcalətlə. Ondan sonra deyir, bir müddət sonra bu ayəni oxuyur. Deyir, Allah yaxşı bilir risalətini kimə verir. Allah kimi seçdiyini yaxşı bilir. İndi başa düşdüm siz kimsiniz.